Bismillahirrahmanirrahim. Veylun likulli humezetin lumezeh. Ellezî cem'a mâlen ve addedeh. Bareke ve Teala buyurur ki, vay olsun o kəslərə ki, başqalarından eyib tutarlar, onlara məsxərə eləyərlər, onları aşağılayarlar və onlar o kəslərdilər ki, mal yığmağa, sərvət yığmağa həris olarlar, onunla məşğul olarlar. Onlar güman eləyərlər ki, onlar bu mallarını sayarlar, sevərlər onları saymağa. Məkkədə nazil olunmuş bu surə Peyğəmbərlə həmişə düşmənçilik edən şəxslərə xitab olunur. Vəlid İbni Muğeyrə haqqında nazil olur. Buyurur ki, o həmişə Peyğəmbəri məskərə eləyərdi, ələ salardı, aşağılamağa çalışardı. Və bu bir bəyandır, bu bir təhdiddir insanlara ki, heç vədə başqalarını özünüzdən aşağı hesab eləməyin. Heç vaxtı başqalarını aşağılamayın, onların dalınca danışmayın, onların qeybətini eləməyin. Onlara tənə vurmayın. Yəni bu mübarək surə birbaşa bu qəbildən olan insanlara işarədir. Buyurur ki, həyatınızda, yaşayışınızda elə bir mövqe tutun ki, sizləri insanlardan ayıracaq, insanların gözündən salacaq, insanların yanında hörmətsiz eləyəcək əməllərə mürtəkib olmayın. Və səbəb olmayın ki, sizin vasitənizlə də başqaları belə bir aşağılığa mürtəkib olmuş olsun. Yəni birbaşa mən eləyir. Burada huməzətin luməzəh ifadəsinin açıqlamasında qeyd eləyirlər ki, Allah Təbarək və Teala'nın buyurduğu bu ifadə nəyə işarədir? Bir, qeybətə, yəni başqalarının qeybətin eləyənlərin halına bir işarədir. Muhammed və ali Muhammedə salavat. Allahümme sallallahu Muhammed və Muhammed. Yəni, huməzəh və luməzəh kəlmələrinin ümumi mənası budur ki, insanlar kiminsə dalınca danışarlar, kiməsə tənə vurarlar, kimisə aşağılayarlar. Bu deyir, həm gözlə ola bilər, həm işarə ilə ola bilər, həm dillə ola bilər, həm başqa əməllərlə ola bilər. Görəsən, biri digərini belə tənqid eləyəndə, ya təhqir eləyəndə ona işarə eləyər. Buna bax, gözü ilə işarə eləyər. Söz deməz, gözü ilə işarə eləyər. Hətta belə insanlara aiddir bu söz ki, gözü ilə də olsa, işarə ilə də olsa, sən o səviyyəyə enməginən ki, başqalarını aşağılaya biləsən. Deyir, vay olsun o insanların halına. Vay olsun o insanların halına ki, toplanarlar bir yerə, başlayarlar başqalarının qeybətini eləməyə, başqalarına tənə vurmağa. Çox təəssüf olsun ki, bu günləri bu, hətta möminlərin arasında ənəniyə çevrilib. Möminlər özlərindən asılı olmayaraq, bəzən də bu işə aludə olaraq, bu, belə deyək ki, günaha mürtəkib olurlar. Qeybət. Yəni, əl-qeybətu əşəddu minəz-zina. Allahın Peyğəmbəri buyurur ki, qeybət eləmək zinadan daha təhlükəlidir, daha şiddətli günahdır. Təsəvvür edirsiniz, nədir bu? İki adam oturur bir yerdə, onun qeybətini eləyirsən. Həqiqətdən xəbərin yoxdur. Bilmirsən, amma bir pisliyini kimsə deyib, o sənə sərf elədiyi üçün başlamısan onun pisliyini deməyə, pisliyini danışmağa. Bu da onun nüfuzuna, onun şəxsiyyətinə, onun mövqeyinə ciddi xələl gətirir. Bəzi vaxtlarda el adamın qeybətinə mürtəkib oluruq ki, onun təsiri ictimaiyyətə böyükdir. Onu başlayırıq gözdən salmağa. Məsələn, bir dənə hörmətli adamdır, bir dənə yaxşı müəllimdir, bir dənə yaxşı rəhbərdir, bir dənə yaxşı axsaqqaldır, bir dənə yaxşı dindardır. Bilirsiniz, bir insan nə qədər ki fərddir, o
fərd olaraq o təsirə malik deyil ki, cəmiyyəti hansısa bir tərəfə istiqamətləndirsin. Amma elə ki, hansısa bir ictimai nüfuza sahib oldu, nədir? Başlayırlar onun mövqeyinə xələl gətirməyə. Başlayırlar onu aşağılamağa. Başlayırlar onun pisliklərini gündəmə gətirməyə. Başlayırlar onun yaxşı işlərini pis kimi qələmə verməyə. Bir nəfər var idi, bir məscidin imamı idi. Namaz qılırdı, imam idi, cəmaata namaz qıldırırdı. Bir günləri bu namaz azan verilib, hamı bunu gözləyir. Bu məscidə cəmaatdan biraz gec gəlmişdi. Gəldi deyir, keçdi ayağı yoluna. Elə tez oradan çıxdı, bir yüngül bir iş görmək. Baxdı orada çıxdı, qaça-qaça gəldi məscidə, durdu, namaz qıldı. Bir nəfər də bunu gördü. Dedi, imam dəstəmazsız namaza başladı. Bir başladı bunu yaymağa. Ki imam filan günü dəstəmazsız namaz qıldı. İmam filan günü namazı batil elədi. İmam belə-belə bütün kəndin içərisində, ya şəhərin içərisində imamın abrını apardı. Heç kim də cəsarət demir ki, imam dəstəmazsız deyə namaz qılırsan. Bu məsələyə bir aydınlıq gətir. İmamın qəlblərdə belə deyək ki, nüfuzunu saldı aşağı. Ki namazı əhəmiyyətsiz elədi. İmam namaza diqqət eləmədi. Bir gün həmən bu adamın özü bədəninə balaca bir yara çıxmışdı. Bir səpki var idi ki, qan sızırdı oradan. Evdə dəstəmaz aldı, gəldi namaza. Məscidə çatanda ürəyinə gəldi ki, bəlkə bu yaram qanıyıb, altda paltarıma zadıma dəyib. Namazın batil olar. Girdi ayağı yoluna, belə çırmaladı, baxdı, gördü ki, heç nə yoxdur. Tez çıxdı, gəldi namaza. Namaza duranda yadına düşdü ki, mən də dəstəmazxanadan çıxdım, dəstəmaz almamış. Biri də qıraqdan baxardı ki, filan kəs ayağı yoluna getdi, dəstəmaz almamış, gəldi namaza durdu. Əl-ayağı qupquru idi. Vay olsun mənədir, imamın abrını aparmışam. Baxın, ehtimal vermişdi, suizən eləmişdi, imama tohin elədi, imamın nüfuzunu aradan apardı. Ona deyir, vay olsun o şəxslərə ki, kiminsə abrını aparmağa çalışar. Gərəkdir bir adam həqiqəti bilə, o həqiqəti biləndən sonra hansısa addım atar. Bundan xüsusiyyətlərin sadır. Adətən belə insanlar bilirsiniz kimlərdir? Veylun lillikulli huməzətin luməzə. Deyir, bu adamlar adətən onlardılar ki, nədir? Əlləzi cəmə'ə malən və əddədə. Bunlar dünya hərisləridirlər. Dünyaya həris olarlar. Belə insanlar. Bu şər, tohin atan insanlar, qeybət eləyən insanlar, başqalarının nüfuzuna xələl gətirən insanlar, başqalarını gözdən salmaq istəyən insanlardır. Kimlərdir? Bunlar dünya malına həris olan insanlardılar. Bunlar toplayarlar, mal yığarlar. İşləri, gücləri pul toplamaqdır. Hətta deyir, bunlar oturarlar, pul saymaqdan ləzzət alarlar. Deyir, bunların hədəfi pulu yığmaqda, öz yaşayışların təmin eləməkdir. Pulu bir yerə toplayıb, pulun onları əbədi saxlamağına inanclarının olmasıdır. Yəni, bunların tohidində problemi var. Bunlar deyəndə hamımız gedir, onun içərisində konkret şəxs haqqında fikirləşməyək.